Deyirsiniz ki, rayonlar sürətlə boşalır. Boşalacaq da bu rayonlarda. Bir dənə qardaş bu yolu çək, yolun gününə baxın bir dənə. Dumandan gözü seçmir. Yəni bu intihardır da, yəni bu. Bura Şəmkir Gədəbəy magistralıdır. Bu ilin 12 ay bu yol həmişə belə olur da, sürənlər bilir. Bakıda bir dənə bir asfaltın qulağı belə qalxan kimi dərhal tökülürsünüz qorxunuzdan, sırası düzəldirsiniz. Rayonları da buraxıbsınız başlı başına, etibar ediblər sizə, yol idarəsinə, nə bilim, hansı qurum baxır bu yolun xəttənməsinə. Qardaş, həmişə buranın çəkəndə onsuz da sarısını yiyirsiniz da, qırağın sarı xəttlərini yiyirsiniz. Heç olmasa bölüşməyə bacarın da, ağı çəkin, sarını genə yiyin da. Və bu rayon boşalacaq da, burada infrastruktur qalıbdır. Qardaş, biz yolumuzu sürəmirik, Allaha and olsun yolu tapıb sürə bilmirik. Bax, 2 nəfər oturmuşuq, oradan deyir ki, asfaltdan çıxdım, mən buradan baxıram, bu birisi qabaqdan gələnin yoluna çıxmayaq. Çəkin də, bu xətti çəkin də, nə qədər bahalı bir şeydir axı bu. Niyə insanları ölümə sürüklüyorsunuz?